Ad günü filminin qəhrəmanları 48 ildən sonra bir araya gəliblər. Bugün TV Axşam Az saytına istinadən xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov, Azərbaycan Dövlət Mükafatı laureatı Ad günü filmindən tamaşaçılara yaxşı tanış olan David Uklüsaşvili ilə Tbilisidə Şüküriyyə tamaşasından sonra görüşüb. Hacı İsmayılov gürcü həmkarına teatr xadimi medalını və Ad günü filmində çəkildikləri kadrdan rəsm əsərini təqdim edib. Qeyd edək ki, oktyabrın 14-də Akademik Milli Dram Teatrının Şüküriyyə tamaşası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında böyük uğurla nümayiş olunub. Hüsniyyə Salmanova, Bugün TV.